Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Azərbaycan Uşaqları İctimai Birliyinin yeni inşa edilmiş binasının açılışını ediblər. Leyla Əliyevanın təşəbbüsü ilə tikilmiş binanın açılışında Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə qonaqlara ictimai birlik və onun nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi haqqında məlumat verərək onları binada yaradılmış şərait ilə tanış etdi. Burada həssas qrupdan olan məişət zorakılığı qurbanları və kimsəsiz baxımsız uşaqların effektiv reabilitasiyası və sosial inteqrasiyasının həyata keçirilməsi, onlara sosial tibbi, psixoloji, hüquqi, təhsil peşə bacarıqlarının inkişafı xidmətlərinin göstərilməsi üçün lazımi şərait yaradılıb. Xidmət göstəriləcək benefisiarların sağlamlığı və rahatlığı üçün binada müasir standartlara uyğun 60 çarpayılıq yataq otaqları, mətbəx, yeməkxana, çamaşırxana, soyuducu və qida saxlama otaqları, asudə vaxtın təşkili və istirahət otaqları, izolyasiya, tibb xidməti, psixoloq otaqları, dərs, musiqi, şahmat, art terapiya bölmələri, kitabxana, təlim seminar otağı, foto və video studiya, akt zalı və sərgi sahəsi mövcuddur. Həmçinin həyətyanı sahədə abadlıq işləri aparılaraq ərazi yaşıllaşdırılmış və müxtəlif növ ağaclar əkilmiş, uşaqlar üçün istirahət güşəsi yaradılmışdır. Qeyd edilməlidir ki, burada təkcə uşaq sığınacağında daim yaşayan uşaqlarla bərabər gün ərzində təşkilata müraciət edən həssas ailələrindən olan uşaqlar və yeniyetmələr üçün də müxtəlif xidmətlər təqdim olunacaq. Onların peşə və yaradıcılıq imkanları inkişaf etdiriləcək. Açılış tədbirində Leyla və Arzu Əliyeva Azərbaycan Uşaqları İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sakinləri ilə görüşmüş, onlara hədiyyələr təqdim etmiş və həmin uşaqlar tərəfindən təkrar emal olunan məlumatlardan hazırlanmış əl işlərindən ibarət ikinci nəfəs sərgisi ilə də tanış olmuşlar. Binanın tikintisi Z Construction Design şirkəti tərəfindən həyata keçirilib.